Can Azərbaycan. Salam, hər vaxtınız xeyir olsun əziz dinləyicilər və əziz izləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Yeni ilin İlk verilişində hər birinizi salamlamaq əlbəttə ki, xoşdur. Mən ümid edirəm ki, 2026-cı il hər birimizə uğur gətirəcək, nailiyyət gətirəcək və bu arzularla da bugünkü verilişimizin qonağını sizə təqdim etmək istəyirəm. Xalq artisti, bizim dəyərli sənətkarımız, qarmon sənətindən danışanda, müasir qarmon sənətindən danışanda adı ilk yada düşən sənətkarlarımızdan biri Ənvər Sadıqov bugün bizimlə bərabər Can Azərbaycan söyləyəcək. Xoş gəlmisiniz. Xoş gününüz olsun, Can Azərbaycan. Bizim verilişimiz deməli 44 günlük müharibə günlərində yaranıb, Vətən müharibəsi günlərində yaranıb. Bəli. Və biz həmin verilişlərdə o 44 gün ərzində dəfələrlə sizin ifalarınızdan istifadə etmişik. Yəni daha dəqiq desəm səsləndirmişik, dinləyicilərimizə təqdim eləmişik. Çünki sizin ifalarınızda nə qədər sentimental, əhval-ruhiyyəli ifalarınız olsa da, eyni zamanda insanda mübarizə hissini aşılayan ifalarınız da var. Mənə elə gəlir ki, siz daha çox mübarizəyə köklənmiş insansınız. Çünki belə olmasaydı sizin ansamblınızın adı Qaytağı adlanmazdı. Gözəl keçiddir Pərvanə xanım. Əvvəla təşəkkür edirəm sizə. Dinləyicilərimizi salamlayıram, Azərbaycan xalqını salamlayıram. Dünyanın hər bir hansı məkandan asılı olmayaraq, olduqlarından asılı olmayaraq həmişə həmrəy və bir olmaqlarını arzu edirəm. Necə ki, biz bugün çox gözəl əhval-ruhiyyədəyik. Bunun üçün hər zaman nə qədər desək də yorulmaraq şəhidlərimizə borcluyuq, qazilərimizə borcluyuq. Allah qorusun ali baş komandanımızı, zəfər gətirən ordumuzu, güclü ordumuzu və biz musiqiçi olsaq belə də, yəni ən əsas budur ki, artıq biz daha başımızı dik tuta bilirik. Sözün əsl mənasında, həm fiziki, həm mənəvi. Yəni bu da bizim əlbəttə ki, musiqimizdə, yəni hər kəsin öz bir yaradıcılığında, kiçik bir olsa da yaradıcılığında özünü göstərir. Və doğru qeyd edirsiniz ki, düzdür, yəni lirik, romantik nəsə bir hissiyatlar doğuran musiqi varsa da, eyni zamanda qəhrəmanlıq, igidlik yaradan hissi aşılayan musiqi var və bu musiqiyə qulluq edən, bu musiqini yaşadan musiqiçilər var, sənətkarlar var. Əlbəttə ki, mənim də kiçik, bizim də kiçik yaradıcılığımızda yəni ritmik, gürültülü olan, belə əsasən də ansambl yaradıcılığında, yəni Qaytağı ansamblının yaradıcılığında belə bir musiqi var, yəni belə bir ifalar var ki, onlar doğrudan da bizdə, xalqımızda igidlik, qəhrəmanlıq hissi yarada bilir və siz söylədiniz o həm ağır, o bir gözümüz gülür, bir gözümüz ağlayır, yəni kədərli olur bir söz var, yəni çox ağır bir dövr idi, amma biz o dövrdən çox şərəflə çıxdıq o 44 gündən. O 44 gündə də mən yadımdadır ki, hələ Tovuz hadisələri olanda iyul ayında artıq hər bir musiqiçidə, yəni qəlbində, ruhunda Azərbaycançılıq olan, Azərbaycan qanı axan hər bir musiqiçidə o əsəb, qızğınlıq, nə bilim, bütün o stressdən yaranan bir hissiyat var idi ki, mən əsasən də heç həyatı boyu bəlkə bir 3-4 mövzu, yəni bəstəkarlıq yoxdur da, ifaçılıq, çünki bütün enerjimiz ifaçılığa gedir deyənə, nəsə özündən yazmaq falan çox da meyilli deyiləm. Düzdür, məndə bir balaca hansı mövzuya yanaşma var, yəni bu tam sıfırdan bir bəstəkarlıq deyil də, hansısa bir əlavələr edə bilirəm, o var, amma nələrsə quraşdıranda görürəm ki, nəyəsə oxşayır, artıq beyin dolu olur. Mənə elə gəlir ki, o deyir sizə, nələrsə quraşdıranda elə bilirəm nəyəsə oxşayır. O çox kitab oxuyan adamlar olur. Beyin doludur. Deyirlər ki, mən daha nə yazım, hər şey yazılıb da, amma əslində adam otursa, hamıdan da yaxşı yaza bilər. Bəli, yəni o... Bir də Ənvər müəllim, mən bunu özüm müşahidə eləmişəm. Bir tarif ifaçılarıdır, bir də ki qarmon ifaçıları.
onlar çox gözəl melodiyalar yaradırlar. Bəli, Yəni sizdə bu ənənə xüsusilə güclüdür. Gəlin baxaq. Bu barədə danışacağam Heyit mütləq. Dəmirovun əsərlərinə Bəli, bu böyük mövzudur, danışacağam. Təvazökarlıq eləyib 2-3 əsər deməyin. Yox, elədir əslində. Yəni rəsmi ortalığa çıxan, yəni Balamın balası bir mahnısı var idi. Balamın balası, obanın ümid qalası. Yəni belə bir mahnı var idi. Sonra bir musiqisi sizin. Bəli, onun sonra bir qaytağı yazmışam adımıza uyğun. O da 12-ci ildə yazılıb da, təxminən belə yadımdadır. Hə, onun da 3-cü hissəsi qalıb. Bəlkə də 2 hissəli artıq çıxartmalı olacaq, qismət olsa. Gözəl melodiyadır əslində, yəni özüm üçün belə demək olmasın. Amma nəsə hiss edirəm ki, çatışmır orada. Yəni siz deyən də o kitablar məsələsidir. Amma bu Tovuz hadisələrindən sonra hamımızda bir nəsə belə də bir nəsə etmək istəyirdik. Çünki biz də vuruşmasaq da, amma musiqidə heç olmasa öz sözümüzü deməliyik və yadıma gəlir ki, mən o zaman Vur Komandir Vur melodiyasını yazdım və necə yazdım? Elə bir ki, yay idi, oturmuşduq əsəbdən belə, elə bir nəsə, bilirsiniz, musiqi elədir ki, insan robot deyil də. Yəni o 90-cı illər Allah onları qaytarmasın heç zaman bizə. Biz onları keçmişik, bizim yaşımız o. Mən onları görmüşəm. Yəni sınmışdıq da, yəni açıq-aşkar biz nə ifa edə bilirdik. Ümumiyyətlə musiqi heç kimə lazım deyildi. O dövrü o dövrü yaşayanlar hamısı bilirlər ki, dünyasını dəyişənlərə də Allah rəhmət eləsin. O qədər nakam, yəni bu günləri görməyib vətən yanğısı ilə yaşayan kişilərimiz, bacılarımız, qardaşlarımız olub ki, onlar bu günləri görməyib gediblər. Allah ruhlarını şad eləsin. Yəqin ki, onlar hiss edirlər bunu, bugünkü zəfərimizi. Və o anda nə musiqi, nə ifa. Yəni bu da həmin bir balaca bir hissiyat gəldi ki, hamımız o stresə düşdük və mən də nəsə quraşdırdım, bir uzun sözün qısası bu mahnı yarandı, Vur Komandir yarandı və onu çəkiliş etmək istəyirdik. Sonra sentyabrın 27-si ki, birdən bu başladı, yəni bütün bu müharibə və onda tez hələ verildi radiolara falan. Sözüm ondadır ki, yəni yaxşı mənada özümü bir balaca öz borcumu bir balaca bir mahnı ilə, bir kompozisiya ilə onu Abbas da oxuyub, sonra bizim vokalist oğlanlar da oxuyub, 2 versiyada var. Qaytağının adı gələndə Ənvər Sadıqovun adı gələndə qaytağı yada düşüb. Yeri gəlmişkən, əziz dinləyicilər, bu il Qaytağı instrumental ansamblının neçə yaşı olur? 26. 2026-cı ildə 26 yaşı olur. Artıq 26-cı ilə qədəm qoyub. Amma ötən il 25 illik yubiley oldu. Bəli. Düzdür, biz bunu belə çox da qabarmamışıq. Niyə keçirmədiniz? Nə bilim, o qədər tədbirlər, baş qarışıq, o qədər tapşırıqlar var ki, məsələn, nə bilim, hələ sabah eləyərik. Mən də çox xoşlamıram biraz səs-küy yaratmağa, yəni belə şeylər. Amma bilən bilir, siz də sağ olun ki, bunu qeyd edirsiniz. Yəni Qaytağı da elə bizim, bilirsiniz, o doğrudan da qəhrəmanlığa uyğundur. Ne üçün? Mən deyəcəm sizə də. Çətin illərdə yaratmısınız onu. Hə, yəni neçə illər idi ki, mənim beynimdə hər zaman mən ümumiyyətlə ansambl tərəfdarıyam. Mən xoşlayıram kollektivi. Uşaqlıqdan belə olmuşam. Öz fəaliyyət ansambllarında, lap çocuq vaxtlarında, yəni 13-14 yaşlarında məktəb ansamblı, nə bilim şeylərdə, mədəniyyət ellərində, yəni ansambllarda hər zaman ifa edəndə düzdür, individual deyirlər ki, artıq onda belə də öz əhatəmdə virtuoz falan tez qavrayırdım hər bir şey. Uşaqlar 8 saat məşq edirdilər, mən yarım saata bütün proqramı həll edirdim və çalışırdım ki, ümumi işə kömək edeyim. Doğrudan da onu demək istəyirəm ki, yəni ansambla meyilli idim. Hər zaman bütün işi öhdəmə götürürdüm. Düzdür, özümə tapşırılan da edirdim və başqalarına kömək edirdim. Mən olanda hamı rahat olurdu ki, bitdi, müşahidə hazırdır. Yəni yoxdan 10 dəqiqənin içində 4-5 mahnını necə başlayaq, necə bitirək, bütün konserti proqramı hazır olurdu. Və uşaqlardan o bütün o individual düşündüyüm musiqi ki var, yəni sevdiyim də, insan axı öz simasını o dəqiqə tapa bilmir, öyrənirsən fərqli məktəbləri, ustadlardan, nə bilim, qarmon məktəbi, akordeon məktəbi, fortepianodan nələrsə götürürsən. Yəni mən çox fərqli musiqi janrlarına qulaq asmışam. Bilməm nədən olub, bəlkə də öz mənzilin hara, niyyətin hara, mənzilin hara. Yəni belə artıq bir müəyyən dolğun yaşda, 25-30 yaşında artıq öz simanı tapırsan. Yəni özünə məxsusluq yaranır, özündən asılı olmayaraq. Yəni bu belə də olur. Necə ki barmaq izlərimiz eyni deyil. O yaranır və sonra da o
həmin o özünün individual görmək istədiyin rəsm əsərləri, yəni formalar da, onlar artıq qaytağının, yəni yeni ansamblın, kollektivin vasitəsilə. Çünki kollektivin vasitəsilə necə olur? Orada fərqli alətlər var. Hərəsinin öz avazı, öz tembri, öz ahəngi, öz imkanları. Yəni hər alətə Neçə nəfər var ansamblda? artıq 10 nəfərdir ansamblda. Hələ məsələn mənim dostum, qardaşım Emil Əfrasiyev, Respublikamızın əməkdar artisti, virtuoz caz pianoçu, bəstəkar. Yəni o da qatılanda artıq 11 olur. Əməli başlı futbol komandası. Yəni deməyim odur ki, öz düşüncələrim, hələ bir ki beynimdə olan, sevdiyim, axtardığım çalarlar, nüanslar ansamblın vasitəsilə əlbəttə ki daha gözəl çatdırıla bilir. O ki qaldı qaytağı məsələsinə. Qaytağı da ki artıq biz hələ o zaman yadıma gəlir ki, mən ilk rəsmi səhnədə işləmişəm Mahnı teatrında 90-cı illərdə. Hə, orada işləmişəm. Sonradan Brilliant xanımın ansamblında işləmişəm. Orada da bir konsertmeyster kimi, yəni bütün aranjman falan hər bir şey yükü mən daşıyırdım yaxşı mənada. Əlbəttə ki, sevə-sevə gözəl sənətkarımızla çalışmaq o da bir böyük bir fəxr idi. Eyni zamanda da orada da artıq ansambl var idi, amma 2000-ci ildən hələ bir ki konkret olaraq mən instrumental düşünməyə başladım paralel olaraq və eyni zamanda da Abbas Bağırov bizə əlbəttə ki gəldi və qoşuldu bizə. Buradan bir tandem yarandı. Çünki nə üçün Abbası qeyd edirəm? Abbas əslində tək müğənni deyil, o da musiqiçidir. Düşüncəsində, yəni o da mən dedim, yəni nəyisə görmək istəyəndə, nəyisə ifa etmək istəyəndə əvvəlcədən beynində onun səhnədə olan əsəri görsənir. O olmasa kompozisiya yoxdur. Yəni obraz yaranır da. Bildiniz necə, sən əvvəlcədən bu üzr istəyirəm anormallıq deyil. Yəni kimsə baxa bilər ki, necə sən ifa eləməmişdən bunu səhnədə görürsən? Yox, doğrudan da belə olmalıdır da. Hə, doğrudan da belə bir şeydir ki, şəkarı olmaq. Məsələn ifa edirsən, əgər sən özün üçün ifa edirsənsə, otur elə evdə çal. Yox, əgər sən səhnəyə çıxacaqsansa, sən insanlardan nəzər almalısan. Yəni onlardan çox uzaqlaşmamalısan. Yəni çox düşündürücü də olmasın ki, çünki yorulacaqlar, hamı telefonda olacaq. Elə olmalıdır ki, elə bir iplə dartmalısan ki, o ip qırılmamalıdır. Yəni həm onlar başa düşməlidir, həm də onları maarifləndirib gözəl zövqə dartmalısan. Belə bir işlər var. Nəsə biraz mürəkkəbləşdirdim. Tamaşaçıları, Azərbaycan tamaşaçılarını, yəni bugünkü Azərbaycan tamaşaçılarını necə dəyərləndirirsiniz? Sizcə onlar çox zövqlüdürlər, yoxsa zövqlər dəyişir? Yox, zövqlü, çox gözəl publikamız var, gözəl tamaşaçı, dinləyici publikası var ki, onlar seçirlər hər bir şeyi. Onlar da var və orta bir təbəqə də var ki, hamısı eyni, onlar üçün fərqi yoxdur, hansı konsert olsun, hamısına gedirlər. Bəli. Yəni konsertə tək musiqiyə görə getmirlər ki. Məsələn, mədəni bir ənənədir də konsertə getmək. Yəni mən də Gedək məsələn bu filankəsin konserti. Mən görmüşəm bunu. Gedək görə nə oxuyur, nə çalırlar, nə edirlər. Bir də var ki, bunun konsertidir, mən burada mütləq olmalıyam. O başqadır da. Bir də var ki, hansı dinləyici daha çox xoşunuza gəlir? İnanırsınız, mən onu fikirləşməmişəm. Hamısı gözəldir. Hamısı əsas odur ki, sən özün üçün ifa eləməyəsən. Yəni zalda adam olsun da. Zalda heç olmasa bir 1000 adam varsa, onun 200 nəfəri sənə qulaq asırsa, xoşbəxtsən. Yəni 200 nəfəri telefonda deyilsə, qalıb səndə nəfəsini ala bilmirsə, aparırsansa onu, tutmusan da, onun ruhunu tutmusan, bitdi. Deməli sən nəsə bacarırsan. Biz onda o təəssürat konsertini 16-cı ildə verəndə yadıma gəlir ki, mən çox nigaran idim ki, instrumental musiqi necə insanları maraqlandıra bilər? Necə bunu bir nəfəsə edək? Özdə fikirləşirdim ki, non-stop olsun. Bir mahnı bitən kimi, bir rəqs kompozisiya bitən kimi o birisi elə başlasın ki, xəbər tutmasınlar. Bunlar əl çalır axı, məsələn də, dinləyicilər, tamaşaçılar. Əl çalanda görürlər ki, artıq başqası başlayıb. Yəni, bütün hamısını onu düşünürdük və fikirləşirdim ki, prinsipial olaraq, yəni müğənnisiz görəsən necə eləmək olur? Yəni, instrumental musiqi 2 saat qulaq asılarmı? Onu proqramı elə qurmaq lazımdır ki, yəni o bir monotonla getməsin də, çünki darıxdırıcı olmasın. Həm də fikirləşirdim ki, indi telefon zamanəsidir, hamı oturur, konsertdədir, kimsə nəsə yazır, kimsə... Amma doğrudan da biz onda o işə belə təvazökarlıqdan uzaq da olsa nail olmuşduq. Mən özüm də şokda idim ki, insanlar necə, yəni, nəfəs almadan, hələ bilirsən ki, nəfəs almır da, sən onu tutmusan.
İnstrumental musiqinin, yəni sözsüz musiqinin o qədər gücü var ki, mən yaxşı xatırlayıram, bir dəfə Bəxtiyar Vahabzadə ilə söhbət eləyirdim. O axı muğam poemasını yazıb. Poema. Deyirəm. Mən soruşdum ki, Bəxtiyar müəllim, siz muğam poemasını yazanda ola bilməzlər kiməsə qulaq asmayasınız. Dedi ki, ancaq instrumental əsərlərə. Mən Fikrət Əmirovun tutaq ki, Kürd Ofşarına, nə bilim, muğam simfonik əsərlərə daha çox qulaq asmışam. Yəni instrumental musiqinin gücünü mən onda dərk elədim. İnstrumental musiqinin gücü var, onu amma bilən lazımdır. Yəni insan əgər özü düşünürsə, ona instrumental musiqi lazımdır. İnsan özü düşünə bilirsə, yəni düşünüb nəsə görə bilirsə, hansısa bir xatirəsini yada sala bilirsə, hansısa bir gələcəyini görmək istəyirsə, axı Bəxtiyar Vahabzadə o boyda sənətkar özü yazırdı axı. Ona gərək sözlü mahnı olsaydı onun fikrini dağıtmış olacaqdı. Onun özünün axı sözü var idi qəlbində. Ona görə ona mane olmasın. Gözəl yanaşmadır o musiqi onu müşahidə edib, düşündürüb və onda hansısa bir hissləri, duyğuları yaradıb o musiqi. O da bilib nəyə qulaq asıb, ona lazım olan. Onda mən belə başa düşürəm ki, sizin hər ifanızda bir hekayə var. Əslində elə olmasa biz ona 2 ildən, 3 ildən, 10 ildən sonra qulaq assaq həmin kompozisiyaya kimsə ifadə edib, heç mən yox, kimsə. O aktuallığını itirər. Mirzə Ələkbər Sabiri bugün də dinləyirik, qulaq asırıq, yenə də aktualdır. Deməli, bu nə deməkdir? Şedevrdir da, klassikadır da bu artıq. Nə deməkdir? O deməkdir ki, o qədər bunda düşüncələr var. O filmlər olur, hər dəfə filmə baxanda nəsə tutursan. Bu da şedevrdir. Yəni, musiqi tək, axı, oxumaqla söz demək, oxumaq, söz demək, avaz, insan avazı nə qədər dəyərlidir. Yəni, onun publikası çox genişdir. Amma instrumental musiqini hər insan başa düşə bilməz. O gərək özünün nəyisə bir qulaq asanda nəyisə yaza bilsin beynində, nəsə görsün. Hekayə yaşasın. Hekayə yaşaya bilsin. Çünki o musiqiyə 10 nəfər qulaq asacaq, hərəsi bir oxşar da olsa fərqli-fərqli duyğular görəcəklər o musiqidə. Siz çoxdan gəlməliydiniz bu verilişə. Vallahi ürəyimiz doluymuş. İllərlə yığılıb bütün suallar. Ona görə çalışıram ki, verilişimizdə hamısını sizə təqdim edeyim. Mən də qabaq, üzr istəyirəm Pərvanə xanım, mən də qabaq daha çox ifa edirdim. Yəni az danışırdım, amma son illərdə özüm də bir balaca istər-istəməz yaş artdıqca insan bir balaca hər kəs müəyyən miqdarda müdrikləşmə gedir də. İnsan başa düşür ki, yəni tək bu həyatdan ibarət deyil dünya. Yəni biz çalışıb onsuz da peşmançılığa tapırıq ki, kaş bunu belə edirdim, kaşlar olur, kaşkilər olur, amma maksimum çalışırıq ki, artıq ki, hər ötən gün hədərə getməsin və sonunda arxaya baxıb peşman olmayaq ki, kaş mən bunu belə edirdim, kaşkiləri azaltmağa çalışırsan. Çünki bizdən sonra da axı bizim adımız çəkilə bilər. Çəkilsə nə gözəl, nə yaxşı ki, nəsə etmiş oluruq da xalqımız üçün, yəni insanlar üçün maarifləndirici, yəni ənənəmizi daşıya bilici. Çünki biz tək Azərbaycan xalqı deyil bütün dünyada. Dünyada nə qədər xalqlar var ki, hər bir xalqın da ənənəsi, onun mədəniyyəti, onun idmanı, onun bütün o gözəlliyi, hamısı özəlliyi, o özəlliyi daşımaq, onu gözəl gənclərə yaşatmaq, sevdirmək ki, onu itirməsinlər, milli irsi itirməsinlər, Azərbaycançılıq məfkürəsini itirməsinlər. Nə boyda bizə bunu aşılayanlar olub, müəllimlərimiz olub, böyüklərimiz olub. Allah qəni-qəni rəhmət eləsin ki, ulu öndərimiz olub ki, bizi xilas edib, bugün bu işığın altında oturmuşuq, rahat. O günləri biz yaşamışıq ki, axşam saat 10-dan sonra həyətə çıxa bilmirdik. Uşaqlar evə qayıda bilmirdilər, qorxurdular. 11-dən sonra qaranlıqda heç kim bayıra çıxmaq istəmirdi. O günləri biz görmüşük. Yəni, yaşlı nəsil artıq onları görüb, amma indi gecənin yarısında çıxırsan çil-çıraqban, çox şükür Allaha. Yəni, bütün bunu biz əslində Azərbaycan xalqı bunu görməli idi. Bunu əsrlər boyu əziyyət çəkmiş bir xalq. Amma indi bugün biz nələr görürük və bugün gənclər üçün nə boyda şərait var ki, yaradıcılıqla məşğul olsunlar və öz arzularını həyata keçirsinlər. Əlbəttə ki, xalqımızı hər zaman düşünmək şərti, hər addımımızda xalqımızı, dövlətimizi düşünmək şərti ilə. Çünki biz bu günləri, bu zamanı yaşayırıq. Çox böyük bir xoşbəxtçilikdir, çox şükür Allaha. Və o çətin günlərdə, o çətin illərdə siz qaytağını yaratdınız. Qaytağı necə yarandı? Artıq bu ansambl yaranırdı.
yaranmışdı sözün əsl mənasında, qalmışdı ad. Çünki ad olmasa istər-istəməz rəsmiyyət olmur. Amma adı da çox düşünmək lazım idi. Mən elə həmişə fikirləşirdim. Bir söz kimi məni narahat edən bir şey var. Deməli bizim ritmimiz var. Əvvəl buradan başlayıb. Bəli. Deməli ritmimiz var, ana ritmimiz 6-8. Hamımız bilir də 3 badan bir qoz. Bəli. Çıxıdı. 1-2-3, 1-2-3, yəni 6-8 dənə altılıq. Deməli 6-8 bunun bir forması da var, qaytağı ritmi. El arasında ən çox bu yayılıb ləzginka. Çünki bizim daha şimalda yaşayan qardaş xalqlarımız, ləzgi xalqları, yəni onlarda daha çox bu ritm. Çünki onlarda ən əsas o ritmdir. Bizdə isə üç badan bir qoz daha hələ bir ki daha dəbdədir. Amma bu ritmin ən əsas kökü əslində bizdədir. Şimal, bəli. Deməli mən hər zaman fikirləşirdim ki, axı bizim qaytağı əsərlərimiz var. Bir neçə bəstəkarlarımız, tanınmışı Tofiq Quliyevin, bəli, bunu dillər əzbəridir. Bütün post-sovet məkanında, yəni bu hamı tanıyırdı bu. Yəni neçə qaytağımız, bəlkə bir 9-10 bəstəkarımız qaytaqlar. İndi zamanı almaq istəmirəm o barədə. Yəni qaytaqlar var rəsmiyyətdə. Amma el arasında hansısa bir heç kim gəlib demirdi ki, bir qaytağı ifa edin və yaxud da bu söz qalırdı not əsərlərində, qaytağı sözü. Amma daha çox ləzginka. Ləzginka deyirdilər. Mənə hər zaman bu belə yaxşı mənada narahat edirdi ki, qaytağı niyə demirik axı? Dedim, gəl qoyaq adımızı qaytağı, fikirləşək, qoyaq qaytağı. Sonra mən axtardım bu qaytağı sözünün kökünü, morfologiyasını. Deməli, belə bir şey var ki, demə 24 Oğuz Türk tayfasının biri adı Kayı olub. Kay. Bunlar Azərbaycanın şimal bölgəsində yaşayıblar. Daha sonra cənubla da yayılıblar. Deməli, dağ ətəklərində yaşayıblar. Dağ ətəklərində yaşayan kaylara qaytaq deyirlərmiş. Dağ, kayı, dağ. Yəni, qısa deyirəm də, yəni tağ, dağ, yəni eyni sözdə D hərfi çox zaman el arasında T kimi də səslənirmiş. Qaytaqlar, yəni onları seçmək üçün qaytaqlar deyirlərmiş. Qaytaqlar əsl Türk, Azərbaycan yəni tayfasının adıdır. Oğuz türklərinin tayfasının adıdır və bu çox igid, çox cəsur bir tayfa olub. Onların da artıq o zamanda, hələ ki bizim eranın hələ ki 1-ci yüzilliyində artıq bu ritmlər var imiş. Bəli, bir çox əsərlərdə, yəni Rafael Oğuz Türk yazıb. Orada konkret istinadlar var ki, yəni əsərlərdə istifadə olunub, o dövrdə artıq bu ritm var imiş. Və bu ritmdə də çox zaman da, yəni açıq havada qəhrəmanlıq hissi, igidlik hissi yaradan, yəni bu rəqslər artıq var imiş. Yəni bu bizim köklü olaraq qaytaqlar artıq belə demək olar ki, bizə aid olan bir addır və bunu da əlbəttə ki, yaşatmaq lazımdır. Mən fikir verirdim ki, heç kim qaytağı sözünü istifadə eləmir. Yalnız not əsərində, hansısa səhnədə Tofiq Quliyev qaytağı ifa edir filan kəs. Qalırdı orada. Amma indi fikir versəniz, siz də artıq deyirsiniz ki, qaytağı ansamblı. Bizə elan edəndə həmişə ifa edir qaytağı ansamblı. Və mən sevinirəm ki, doğrudan da düzgün seçim etmişik bu adı düşünəndə. Və bu adı da çalışırıq ki, yaşadaq. Çünki ad özü çox, yəni təsəvvür gətirin ki, 24 Oğuz Türk tayfasının birinin adı olmaq nə deməkdir? Bəli. Yəni bunun məsuliyyəti də var axı, bunu gərək yaşadasan. Bəli. Əlbəttə ki, ifa-la, yəni repertuarla həmin o dediyiniz hissləri yaratmaq üçün. Bəli, Ənvər müəllim, ansambl idarə etmək bu asan iş deyil. Ümumiyyətlə siz danışırsınız və mən bunu hiss edirəm, dinləyicilərimiz də hiss edir. Sizi çoxdan tanıyan dinləyicilərimiz daha yaxşı bilir ki, Ənvər Sadıqovun nə qədər dost tanışı var. Dost canlı insansınız. Əslində elə deyil. Çünki əgər bir insan idarəçiliklə məşğuldursa, təşkilati işləri görürsə, mütləq onun çevrəsi geniş olmalıdır. Siz indi konsertə hazırlaşırsınız. İnşallah, bəli, fevral ayının 14-də inşallah. Fevralın 14-də olacaq. Hamımızı gözləyirik. Bütün tamaşaçıları dəvət edirik. Həmin konsertə yaman hazırlaşırıq. Möhtəşəm bir konsert olacaq. Mən indidən hiss eləyirəm. İnşallah. Yəni nə qədər yaxın dost olsan da iş prosesində sən artıq o dostluğu bilmirəm də necə eləyəsən ki, onu işə qatmayasan. Bu çox çətindir. Çox çətindir. Bunu necə edirsiniz? Xahiş edirəm bunu mənə izah eləyin.
Əslində necədir sizi bilmirəm, çox çətindir. Çox çətindir. Çünki iş prosesi və bəzən də bizdə orada ziddiyyətlər yaranır tez-tez. Bilirsiniz, bəli, hər şey belə yağ bal kimi deyil. Göründüyü kimi deyil. Yəni son nəticə görünür də. O nəticə əmələ gələnəcən biz orada əsəb, nə bilim nə, hərdən görürsən ki, balaca yüngülvari küsməklər də olur. Amma şükür, yəni şükür ki, o belə də o yüngülvari olur. O limit heç vaxt çox şükürlər olsun ki, aşılanmayıb, keçməyib və həm musiqiçilər arasında, həm də ki, solistimiz Abbas Bağırov arasında çox fərqli nüanslar olur. Çünki bayaq söylədiyim kimi Abbas özü vokalist, müğənni olmağına baxmayaraq çox zövqlüdür, çox yəni novatorluğa meyillidir. Hər zaman yeniliklər gətirib, istəyir texniki tərəfdən, istəyir repertuar tərəfdən, yeni çıxmış texnikadan başlayaraq, ümumiyyətlə hər bir fərqli musiqi janrlarına Abbas çox meyillidir, axtarışdadır hər zaman, yəni bizi də məcbur eləyir də. Sonra da mənə deyir ki, Ənvər müəllim, siz mənə belə öyrətmisiniz, mən sizdən öyrənmişəm ki, belə olmalıdır. Görürəm ki, Ənvər müəllim, Abbas o qədər haqlıdır ki, mən bir şey deyim sizə, bunu deməsəm olmaz. Bir yerdəyik də, mən də ondan nəsə götürürəm, o da mən. Səhnə gözəlliyi sevir. Bəli. Səhnə həm də kübarlığı sevir, zərifliyi və zərafəti sevir. Düzdür. Qarmon ifaçılarımız çox olub, böyük sənətkarlarımız olub. Bugün yaşayan Zakir Mirzəyev Allah can sağ olsun. Bəli, bəli. Dünyadan köçmüş Aftanlı İsrafilov kimi sənətkarımız var. Onlardan əvvəl, yəni kör əhəddən bəli, danışacağıq bu barədə, imkan olsa danışacağıq. Amma Ənvər Sadıqov deyəndə mən əziz dinləyicilər, bunu tam səmimi deyirəm, inanın. Bayaq yaxşıdır, müasir qarmon ifaçılığı, Azərbaycan qarmonunun ifaçılığı, müasir. Bəli. Mən Ənvər Sadıqov deyəndə səhnədə bir kübarlıq gəlir gözümün önünə. Və mənə elə gəlir ki, siz elə təkcə yaxşı ifaya yox, həm də sənətkarın düzgün təqdimatına çalışmısınız. Səhnəyə çıxan ifaçı adətən nəyə arxayın olur? Yaxşı səsim var və yaxud yaxşı bacarıram. Əslində o daha nələrə arxayın olmalıdır, daha nələri etməlidir. Yəni Azərbaycan musiqisi zəngindir, amma Azərbaycan musiqisində axı bir ənənə var, bir kult var. Gəlin yada salaq Qara Qarayevin, Niyazini, elə Üzeyir bəyin özünün kadrlarına baxırıq. Bugün səhnəmizdə o qədər şeylər baş verir. Düzdür, indi baxın necə olmalıdılar, necə olmalıyıq? Bilirsiniz, bugün məlumat azadlığı var deyənə, onun qarşısını almaq çox çətindir. Hər kəs necə istəyir, o cürdə davam edir. Burada müəyyən yazılmamış qaydalar var. Amma mən siz danışa-danışa onu düşündüm ki, mən xoşbəxtəm ki, mənim belə valideynlərim olub. Hər bir şey birinci evdən başlayır, sonra müəllim, sonra ətraf mühit. Əlbəttə ki, müəllimlərimizə borcluyuq hər zaman. Valideynlərdən gəlib. Bəzən uşaq vaxtı, balaca olanda, müəyyən ciddiliklər olanda ki, bu olmaz, o olmaz, uşaq narazıçılıq edir də. Amma müəyyən bir zaman keçir, çox uzun yox, qısa bir zaman keçən kimi deyirsən, nə yaxşı ki, məni qoymayıblar, deyiblər ki, bunu olmaz, bunu etmə, belə etmək olmaz. Nəyə qoymayıblar məsələn? Orada çox nüanslar var. Bilirsiniz, evdə nə görürsənsə, elə də böyüyürsən də. Evdə nə eşidirsənsə, hansı sözləri eşidirsənsə, hansı qaydaları görürsənsə, bugün də o qaydalar davam edir. Bizim evimizdə də bugün belədir. Çox şükürlər olsun. Və mən atamın, anamın qoyduğu o qaydaları riayət edirəm. Hələ atam olmayanda artıq Allah dünyadan keçən valideynlərimizə rəhmət eləsin, yerdə qalanlara can sağlığı. Olmayanda müəyyən işlərdə, hələ bu yaşa gəlib çatanda da gəlirdim anamın yanına ki, mama, ata olsaydı nə deyərdi? Görəsən mən bunu eləyim, məsləhətləşirdim ki, deyirdi, yox oğlum eləmə, o sənə qoymazdı bunu eləməyi. Və yaxud da ki, elə ondan, indi o da yoxdur, amma belədir də, yəni həyat belədir ki, onlara hər dəqiqə, istəyir 40 yaş, 45 yaş fərqi yoxdur, hər dəqiqə ehtiyacımız var. Mən hesab edirəm ki, evdən gəlir birinci əxlaq tərbiyə və hər işdə də əxlaq tərbiyə olsa, mədəniyyət olsa, o misilsizdir, o artıq klassik bir şey yaranır. Orada akademik bir şey yaranır. Çünki əxlaq olan musiqi o dəqiqə bilinir. O səndə heç vaxt, o bəzən deyirlər, musiqi günahdır, haramdır, filandır. Yəni, o nədən əmələ gəlib? İnsanı özündən çıxardan musiqi, yəni pis işə şövq edən, yönləndirən musiqi əlbəttə ki, günahdır.
Elə bir musiqi var ki, insan gedir özünü öldürmək istəyir və yaxud da Bəli. bilirsiniz də elə bir Bəli, janrlarda var ki, çox barədə danışmarıqdır. Amma var bu şeylər. Bu hər bir şeyin, yəni ifrat dərəcəsi və yaxud da ki, hansısa bir çox üzr istəyirəm ifadəmə görə tərbiyəsiz dərəcəsi var. Bütün dünyada var. İraq olsun, bizdə də ola bilər. Amma çox şükürlər olsun ki, bu gün belə yaxşı mənada bizlər varıq. Yəni mən özümü də cürət edib qatdım o siyahıya. Yəni böyük sənətkarlarımız var, böyük pedaqoqlarımız var, bizim şəxsiyyətlərimiz var ki, bu gün Üzeyir bəyin ənənəsini, yəni bütün xalq musiqi ənənəsini bu gün davam etdirir. Həm klassik janrda, həm belə milli janrda, hansını deyəsən, yəni muğamımız var ki, onun bitmir, bu xəzinə bitmir. Hər zaman ora baş vurub, nəsə oradan öyrənib, yenidən təkrarən baş vururuq. Və bu gün məlumat azadlığı olduğuna görə, yəni musiqidə də müəyyən cərəyanlar, yollar, tıxaclar, nə bilim nələr yaranır. Hər şey var. Hər şey var. Yəni sadəcə qalır nə? Yəni hər kəs bir üzr istəyirəm belə öyrətmək olmasın, öz ailəsində heç olmasa öz uşaqlarını kontrol etsin. Başqa cür mümkündür. Yəni ailədə heç olmasa normal musiqi səslənsin ki, uşaq kənarda nəsə eşidəndə görsün ki, yox, bu nəsə evdə olanlardan deyil. O ev birincidir axı. Ənvər müəllim, sizin çoxlu xarici səfərləriniz olur və bu illər ərzində də siz Azərbaycan musiqisini dünyanın ayrı-ayrı ölkələrində təmsil etmisiniz. Nə xoş bizə. Bəli, akordeona öyrəşmiş Avropa tamaşaçısını. Bəli. Azərbaycan qarmonu ilə necə heyrətləndirmək olur? Çox gözəl sözdür Azərbaycan qarmonu. Doğrudan da bizim qarmonumuz fərqlənir. Bilirsiniz ki, qarmon aləti, yəni bu dilli alətlər, həm də nəfəs alətləri sayılır, çünki hava ilə işləyir. Azərbaycan qarmonunun səsi özəldir. Tembri özəldir və bizim musiqi, milli musiqimiz o qədər gözəl və özəldir ki, onu gözəl ifa etəndə, onu millətə çatdıranda, milliyyətindən dinləyiciyə çatdıranda, milliyyətindən asılı olmayaraq istərseniz onun ruhuna toxunur və əlbəttə ki, onu da bacarmaq lazımdır ki, onu necə birdən-birə məsələn bir etnik musiqi kimi ifa edəndə o ona normal təsir edir. Amma o musiqinin içində bir balaca Avropa elementləri də qatanda ona yaxınlaşır və onun içində milli ornamentləri hiss edir. Onda o şoka düşür. Başa düşür ki, bu bunu tanıyır və tanımır. Bunu bizə birbaşa üzümüzə deyiblər. Mən şəxsən mənə məsələn deyiblər ki, bu nə musiqidir? Deyirəm, Azərbaycan musiqisidir. Yəni burada kompozisiya şəklindədir. Biraz qarışıq, hələ ki sintez olunmuş ifa etdik ki, sizin üçün daha rahat olsun. Deyirik axı bizim hələ ki bizə tanış gəldi, amma fərqli bir musiqidir. Burada ifaçılıq qabiliyyəti çox böyük rol oynayır. Yəni sən o bayaq rəsm əsəri kimi obrazı düzgün yaradırsansa, əvvəl ona dinləyicinin tuta bildiyi janrı, diapazonu verirsən, onun içində də öz musiqini ona yeridirsən yaxşı mənada. O birdən xəbər tutur ki, nəsə musiqinin içərisində də hayal-mayal olub, amma tanımır musiqini. Həm başa düşür, çünki birdən belə tanımadığı musiqi olsa, tanımadığı musiqi olanda onun üçün maraq doğurur, 5 dəqiqədən sonra bitdi. Artıq başa düşür ki, bu tanımadığı musiqidir, hə, yaxşıdır, nə gözəl. Amma sonra onun başa düşdüyü dildə ifa etsən, amma milli xüsusiyyətlə, yəni bizim Azərbaycan xüsusiyyətləri ilə, nüansları ilə, xırdalıqları ilə, millizmaları ilə, o hələ axtarışda qalacaq ifa bitənə qədər. İstəyir 40 dəqiqə ifa elə, o 40 dəqiqə qalacaq səninlə. Bu çox vacib bir şeydir və əlbəttə ki, burada Azərbaycan qarmonu deyirik. Yəni bizim qarmonumuz da artıq 200 ilə yaxındır ki, Azərbaycanda var. Kiçik həcmdən bir neçə dilli alətlər gəlib. Bizim böyük sənətkarlarımız, ustad sənətkarlarımız onu ustalar vasitəsilə təkmilləşdiriblər. Bugün standart Azərbaycan qarmonu var. Burada bir aləti siz kəşf eləmisiniz. Bəli, mən ona da gəlib çıxacaqdım. Yəni siz o aləti patentləşdirmisiniz? Bəli, həm müəllif hüquqları var, həm patenti var. Yəni o da qarmondur da. O da Azərbaycan qarmonunun yeni versiyasıdır. Hələ ki onu ad qoymuşam, o heç o vacib deyil. Renever, yəni ki never, heç vaxt təkmilləşməmiş. Yəni yeni bir şey kimi. Deməli, Azərbaycan qarmonunun diapazonu biraz artırılıb orada. Yəni artırmışam ki, akordeona güya ehtiyac olmasın. Çünki akordeon ifaçılığı başqa bir meyldir də, yəni başqa bir əl qoyuluşu, aplikatorası fərqlidir. Baxmayaraq ki, hamı klaviaturadır. Ona qalsa pianino da klaviaturadır. Yəni akordeon çalmaq biraz başqa fərqli bir yanaşmadır. Amma Azərbaycan qarmonunun ifaçılığındasa, məsələn,
fərqli diapazonlu klassik əsərlərə, estrada variantında, caz variantında əsərlərə, yəni qədimi Azərbaycan qarmonunda mənə həmişə bir səs azlıq edirdi və diapazon azlıq edirdi. Mən burada biraz diapazonu artırdım və bir səs registri əlavə elədim ki, əlbəttə ikisi birinin içində də rahat imkanları olsun. Düzdür, akordeon deyil. O da bir daha məsələn o alətlə, yəni öz alətimlə də ifa edəndə, reneverlə ifa edəndə onlar baxırlar ki, burada həm akordeon kimi əlavə səs də var, amma səsi fərqlidir. Yəni öz səsi də fərqlidir və diapazonu da var. Baxırlar, soruşurlar bu nə alətdir? Bu akordeon deyil axı. Deyirəm, yox, akordeon deyil. Və eyni zamanda da bizdə də sol tərəfdə qarmonda akordeon kimi deyil. Orada dəm tutmaq üçün dəmsaz knopkalar var. Bu da bizim konkret milli musiqiyə əsaslanıb. Yəni heç bir dünyanın heç bir xalqlarında belə bir alət yoxdur. Çünki bizdə kontrapunto deyilən muğam ifaçılığında dəm tutmaq var. Görmüsünüz də balaban züy tutur da. Həmin özün özünü müşahidə edirsən. Yəni burada həm dəm tuta bilirsən, eyni zamanda da istəsən, yəni fərqli variasiyalarda çala bilərsən. Özün özünü müşahidə edə bilərsən. Akordeonda olan kimi baslar yoxdur. Bas akordlar yoxdur. Siz sanki bu yeni alətlə Azərbaycan qarmonu ilə akordeonun imkanlarını birləşdirirsiniz. Yəni mən açığı sözün lori dinləndirsə, mən tənbəllik edirdim akordeon götürüb çalmağa. Əvvəla ağırdı. Yenə də deyirəm sizə ki, akordeonda ifa edəndə düzdür, özünə məxsus böyük bir imkanları var, tamam başqa bir alətdir. Amma qarmon, Azərbaycan qarmonunun çalğısı azalır orada. Düzdür, hamıya lazım deyil. Kimsə əgər Azərbaycan musiqisini tək çalırsa, ona elə bundan qabaqki qarmon tam bəs eləyir. Yəni belə deyim də, kimsə toya gedirsə, elə götürsün o həmişəki qarmondan getsin. Yəni amma konsert üçün daha iri həcmli əsərlərin ifası üçün məncə sizin repertuardan asılı olaraq sizin yəni bu kəşf etdiyiniz alətin böyük rolu olacaq. Toya da deyirsiniz, yəni toyda da əgər sən baxır adi, yəni Azərbaycan rəqslərini ifa edirsiniz, adi dedim biraz lori çıxdı. Yəni rəqslər ifa edirsənsə, mahnılar ifa edirsənsə, hə, amma yox, toyda bəzən axı biz konsert kimi ifa edirik. Biz toyda elə proqram, hə, orada da ehtiyac olur, istər-istəməz orada da. Yəni baxır nə ifa edirsən də, yəni ürəyin, sevgin hansı janradırsa, hansı musiqi ifa edirsənsə, o tələbatdan asılı olaraq. Belə. Çox sağ olun. Siz sağ olun. Ənvər müəllim, mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, çox sağ olun. Mən də öz növbəmdə sizə təşəkkürümü bildirirəm. Bir daha yaradıcı heyətə təşəkkürümü bildirirəm və bildiyimə görə artıq İctimai Radionun da 20 illiyidir. Bəli, bir neçə gündən sonra. Hə, lap olsun bir yanvar ayının 10-u. Nə gözəl. Artıq hələ qədəm qoyuruq. Sizə də uğurlar arzu edirəm. Hər zaman dinləyiciləriniz bol olsun. Onsuz da gözəl verilişlər yaradırsınız. Yəni maarifləndirici, yəni bizim üçün düşündürücü və əlbəttə ki, canınız sağlam olsun. Bu işləri davamlı şəkildə etdirmək üçün yeni il düşərli olsun hamımız üçün, xalqımız da hər zaman həmrəy olsun, işimizdə üzümüz ağ olsun.